Bismillahirrahmanirrahim və bihi nəstəin. Allahümmə salli alə Muhammed və ali Muhammed. Salamun aleykum və rəhmətullah əziz izləyicilər. Hər vaxtınız xeyir olsun. Bəhsimiz Quranda Allah-şünaslılıqla bağlıdır. Biz gəlib tövhidin nisabı barəsində danışdıq və daha sonra iblis məsələsində işarə elədik ki, belə bir sual əlbəttə ortaya qoyduq. İnsan hansı mərhələyə çatsa, bir növ digərlərindən fəzilətli olar və artıq müvəhhid kimi sayılar. Dedik, uluhiyyətdə tövhiddir və bu uluhiyyətdə tövhid nisabına gəlib çatmalıdır ki, dəyərli olsun. Əgər bu əvvəlkilərdən birini inkar edərsə, onun heç bir fərqi yoxdur digər, deyək ki, inkarçılarla və hətta onlardan aşağı da ola bilər. Aşağı da ola bilər. Necə ki, iblisin problemi Allahın varlığında deyildi, Allahın xaliq olmasında deyildi, Allahın təkvini rububiyyətində deyildi, Allah təbarək və təalanın təşrii rububiyyətində idi. Bəli, təkəbbürü var idi, o rəzalətləri var idi öz yerində. Amma əsas problem buradadır. Ona görə də diqqət etməliyik. Bu günləri bəziləri deyir ki, məsələn, mən Allah təbarək və təalanın, məsələn, Peyğəmbərin bu hökmünü qəbul edə bilmirəm. Məsələn, hicabla bağlı, filan şeylə bağlı, filan. Gəlir, neyinir? Mən qəbul etmirəm, mən bunu qəbul etmirəm. Bəli, bir var deyə bilər ki, İslamda belə bir hökm ola bilməz. Bu nisbət verilir İslama, o heç. Amma mən bilirəm qəti şəkildə, bu Allahın hökmüdür və Həzrəti Peyğəmbər bu hökmü mənə gətirib Allah təbarək və təala tərəfindən və ondan sonra inkar edəm dinin zəruri bir məsələsini, o zaman necə ki, fəqihlərimiz də buyurur və Qur'an-ı Kərim də buyurur, bu şəxs mürtəd sayılır, mürtəd. Mürtədin də hökmündə məlumdur. Nə üçün? Bunun sirri nədir? Sirri həmən məsələdir ki, insan gəlir Allah təbarək və təalanın qarşısında durur. O bəndəçiliyindən çıxır. Ki, yəni ilahi, mən sənə bəndəçilik edirəm, bura qədər. Bu məsələdə mən sənin bəndən deyiləm. Sən deyirsən olar, mən deyirəm olmaz. Sən deyirsən olmaz, mən deyirəm olar. Yəni bəndəçilikdən çıxır. Uluhiyyətə tövhidi yoxdur bunun. Ki, hardan qaynaqlandı? Rububiyyətdə, tövhiddə, təşrii rububiyyətdə. Onu inkar edir, yəni burada bəndəçiliyini göstərmir. Baxmayaraq ki, iblis 6000 il, məsələn, necə ki, hədisdə buyurur, 6000 il ibadət etdi, amma ibadətin təsiri olmadı. Niyə? Çünki onun müşkülü rububiyyətdə, təşrii rububiyyətdə idi. Əslində çatmamışdı uluhiyyətdə tövhidə. Əsl o Allahı pərəstişə layiq bilir nəzəri baxımdan, amma ibadətdə bunu göstərə bilmədi. Ki, Allah Teala dedi ki, burada mənə ibadət etməlisən. Niyə mənim əmr etdiyim, öz əlimlə xəlq etdiyim varlığa səcdə etmədin? Yəni, mən əmr eləmişəm buna. Amma dedi ki, xeyr, sən əmr eləyibsən, mən deyirəm ki, olmaz, burada səcdə olmaz. Ona görə də bizim fəqihlərimiz buyurur ki, əgər bir nəfər şəxs dinin zəruri hökmünü inkar eləyərsə, bu mürtəddir. Niyə? Bu qayıdır rububiyyətdə təşriyə, təşrii rububiyyətə daha doğrusu. Bu bəhsimiz aydın oldu. Yenə də deyirəm, bu günləri müasir dövrümüzdə ən qlobal deyək problemlərdən biri ki, müsəlmanlara aid təbii ki, bu məsələdir ki, gəlirlər deyirlər, mən bu hökmü qəbul etmirəm, bu hökm olmaz, ya vaxtı bitib, ya falandır, ya falandır, ya falandır. Ki, ehtiyatlı olmaq lazımdır. Fəqihlərimiz ki, buyurur, bu şəxs mürtəddir, səbəbi ora qayıdır. Qaynağı odur. Bu bəhsimiz də aydın oldu. İndi gələk keçək digər önəmli bəhsimizə. Ki, o da budur ki, biz əgər Allah təbarək və teala'ya etiqad bəsləsək və etiqad bəsləməliyik, amma kənarında digər varlıqlara vasitə bilsək ortada, bu vasitə bilmək görəsən Allahın tövhidi ilə ziddiyyət təşkil edir, yoxsa yox. Biz dedik ki, tövhidin dərəcələrindən biri də rububiyyətdə tövhiddir, təkvini, xaliqiyyətdə. Yəni, idarə edən Allah təbarək və teala'dır, insan bu düşüncədə ola, xəlq edən, ruzi verən, xəstəliyə şəfa verən, bütün işləri görən Allah təbarək və teala'dır. Ölünü dirildən, hər bir şey. Bu olmalıdır bizdə. Rububiyyətdə tövhiddir, təkvinisi. Təşriini də danışacaq inşallah. Sual olunur ki, əgər Allah təbarək və teala icazə versə, Allahın izni ilə kimsə bu işi görsə, bu
Mənim etiqadım bu ola ki, bu şəxs bu işi bacarır. Bu şəxs şəfa verə bilər. Amma Allah Təbarək və Teala'nın izni ilə. Bu, tövhidlə ziddiyyət təşkil edir, yoxsa yox? Xeyr, təbii ki, təşkil etmir. O ki, bizdən istənilir və ona tövhid deyilir və olmasa biz də müşrik sayılırıq. O hansı etiqaddır? Bu etiqaddır ki, biz, yəni lazımdır da bu etiqad, biz yalnız müstəqil olaraq Allah Təbarək və Teala'nı idarə edən bilək, bu işləri görən bilək. Amma digərlərini Allahın izni ilə bu işi gördüyünə inansaq, başqalarının, o ziddiyyət təşkil edəmir. Bəli, Allahın kənarında, müstəqil formada bu işi bacarar, Allahdan izinsiz, Allahın izni olmadan, iradəsi olmadan, bu da mənə şəfa verə bilər. Əgər bu düşüncə olsa, bəli, şirkdir. Amma Allah Təbarək və Teala deyir ki, mən bu şəxsə bu ixtiyarı vermişəm, bu icazəni vermişəm, mənim iznimlə bu işi görə bilər. O zaman mən etiqad bəsləyirəm ki, bu da şəfa verə bilir. Etiqad bəsləyirəm ki, bu da ölü dirilə bilir. Bunun tövhidlə nə ziddiyyəti var? Bir dənə nümunəyə baxmayaraq ki, bu cür açıq, aydın ayələri görürlər. Mən əvvəl ayələri oxuyum, siz özünüz də düşünün, görün ələm nəzir. Məsələn, Quran-ı Kərimdə var ki, Quran-ı Kərim buyurur, Əraf surəsinin 54-cü ayəsində, Əuzu billahi mineşşeytanirracim, Ələ ləhul xalq. Xalq Allaha məxsusdur, yaratmaq. Vəl-əmr ona məxsusdur. Təbarəkallahul aləm. Yəni, yaradan Allahdır. Yalnız yaradan Allahdır. Siz buna diqqət eləyin. Digər ayədə buyurur ki, yudabbirul əmrə minəs-səma iləl-ard. Allah işi idarə edir göydən yerə. İşi idarə, yəni göydən bu, oradan idarə olunur da göy tərəfdən. Yəni, uluvvə işarədir də, o bəzilərin düşündüyü kimi deyil. İşi idarə edən Allahdır. İndi siz diqqət eləyin. Amma bəzi ayələrdə var ki, Allahın mələkləri var, işləri idarə edən odur. Fəl-mudabbirati əmra. Amma bu ayə deyir ki, işi idarə edən Allahdır. Xalq edən yalnız Allahdır. Əmr yalnız Allaha məxsusdur. Amma gələn ayəyə baxan ki, Həzrət İsa barəsində Allah Teala nə buyurur? Məsələn, bəzilər deyirlər, istisnadır bu. Ay, mənim qardaşım, istisnadır nə deməkdir? Əgər sən deyirsənsə, bu yalnız Allahın məxsusdur, necə istisna ola bilər? Necə istisna ola bilər? Allaha məxsus şeyi Allah istisna etmək olar. Deyirsən, Allaha məxsus. Ayədə buyurur, ləhul xalq. Xalq yalnız ona məxsusdur. Amma biz görürük ki, məsələn, Həzrəti İsa aleyhissalam barəsində var ki, İz təxluqu minət-tin. Sən torpaqdan xəlq edirdin, kəyhət-ət dayr, bir dənə quş şəklində, bi-izni, mənim iznimlə, bir dənə torpaq idi, quş formasını düzəldirdi, mənim iznimlə bu işi görürsən, fətənfuxu fiyhə və ona üfürürsən, fətəqunu dayrən, o quş olur. Bi-izni, mənim iznimlə. Və tubriul əkməhə və ləbərəsə, anadan gəlmə kara, nə bilim, lala, cüzzam xəstəliyinə mübtəla olanlara, bi-izni, mənim iznimlə sən neynisən? Şəfa verirsən. Anadan gəlmə kordur da, əkmə. Və iz tuxricul məvta, ölüləri çıxarırsan, dirildirsən, bi-izni, yenə də mənim iznimlə. İndi mən deyirəm ki, bu şəxs Allah yanında dəyərlidir. Allahın izni ilə bu işi görə bilir. Bu etiqadda olsam, bu şirkdir yoxsa yox? Qurana görə şirk deyil bu. Şirk odur ki, deyəm ki, bu Allahın izni olmadan bu işləri görə bilər. Yenə də deyirik, baxın, siz diqqətli olmalısınız bəziləri ki, anlamırlar bu məsələni. Nə üçün? Çünki özləri üçün bir dənə sistem qurublar, əqidə qurublar və onun üzərində gedirlər. Özləri qurublar da təbii ki, məlumdur kimlər qurublar. Bir dənə sizə sual verin, bu barədə düşünün, inşallah növbəti dərsimizdə danışacaq. O da budur ki, bu ayələr ki biz dedik, məsələn, Həzrəti İsa barəsində olan ayələr, bunları biz əlimizdə əsas götürərək, əgər desək, məsələn, imamlar da bu işi görə bilir, Həzrəti Peyğəmbər də, Muhammed sallallahu aleyhi və səlləm də bu işi görə bilir. Bu, şirkdir yoxsa yox? Buna deyərlər təkvini vilayət. İmamların, Həzrəti Peyğəmbərin təkvini vilayəti var yoxsa yox? Bu bir sual. İkinci, bəs təşrii vilayət necə? Biz dedik ki, qanunu ancaq Allah verə bilər. Qanunu bizim üçün ancaq Allah təyin edə bilər. Onda o zaman Həzrəti Peyğəmbərin və digər Peyğəmbərlərin və imamların qanun təyin etmə haqqı yoxdur. Bu suallar üzərində düşünün, inşallah növbəti dərsimizdə danışacağıq. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.